Hər biri salamlayıram, kanalımıza və videomuza xoş gəlmisiniz. Bugün bir qlobal yayın qarşıma çıxdı TikTokda. Düzdür, çox TikToka girən biri deyiləm, sadəcə yayınlar mənə maraqlı gəldiyi üçün giriş elədim. Qabağıma başqa ölkədən olan Afrikadır, Yaponiya, nə bilim haradır, oradan bir də yayın çıxdı. Yayın bildiyiniz yayın deyil də, əsil dəlixanadır yəni. Yayın dayanmır. Yayında dayanma yoxdur. Like atın, abunə olun. Ümid edirəm video xoşunuza gələr. Çox uzatmadan keçdiyi videoya xoş izləmələr. İlk növbədə yayında 15.000 insan var. Oy yo. Jetona baxın, bir dənə jeton dayanmır, hədiyyə dayanmır. Qardaş özünü fəda eləyir da. Qaqa dəli oldu valla. Uşağı niyə qaçırdı? Ən yüksək jeton gələndə uşağa deyir ki, qaç. Deyə hədəfləri də qoyub da orada görürsünüz. Uyyo. Bu balina nədir? Bunu baxdım mən. Deyəsən nə qədər jetondur bilmirəm. Əvvələ baxmışdım. Haradasa deyəsən 5000 jetondur, nə qədər tam bilmirəm, baxarıq birazdan. Jeton dayanmır qaqa. Sənin məqsədin nədir soruşmaq ayıb olması qaqa? Bu qədər hədiyyə gəlir yəni sənə. 14.000 insanın yayınında 14.000 insan var. Barmağı elə belə deyir. Oy 14.300. Qardaş dəli olub da Məmmədağa olub bildiyiniz. Yayın partlayır. 35 level adam gəldi yəni, 35 səviyyəli adam gəldi. Yenə uşağı göndərdi bu. Bu başı qaçıb. Qaqa sən niyə hədiyyə belə çox gəlir? Neynirsən yəni, nə pox yeyirsən ki bu qədər hədiyyə gəlir sənə? Oy nə bilim ha, baş açmaq olmur, bunlar da qəribə adamlardır. Oy yenə balina atdı bu. Pulunuza hayıfdız gəlməyən, yəni o qədər pulu çoxdur. Balinaya baxın bir dənə. 2150 jetondur balina. 2150 jeton. Bunu haradasa pula çevirsək bir 20-30 min manat pul eləyir. Ya zarafatı qoya bilirəm ha. Pula çevirsək bilmirəm nə qədər pul eləyir. Bilirsinizsə şəhərlərdə qeyd eləməyin, yaddan çıxarmayın. İzləyək. Ay bu ağlayıb özünü öldürdü. Hələ sağdakına bax, sağdakının başı çıxmır yayından ümumiyyətlə, elə belə səsini çıxarır pis o. Yayının keyfiyyəti var bilinir ki varlıdır yəni. Çünki bu qədər jeton gəlir. Yayında keyfiyyətdir ki, yəni güclü telefonla yayın aparırlar. Görürsən qaldıqları yerlər necədir? Yayın düşdü ya, bayağı düşdü yəni, xeyli düşdü. O yeni balina gəldi. Qaqa siz buna hədiyyə atıb neyinirsiniz? Ay, cəmaatın pulu çoxdur, nədir, nə bilim. Bu da gülbala kimi biri də, yəni ki pul dilənir. Oy, elə lambaya baxın, lamba 303-ə. Bir nə qədər hədiyyə atır qaqa, dayandır bəsdir. 795 jeton atmışsa, ondan sonra bir dəfəlik bir balina patlat getsin, yəni bu qədər əziyyət çəkirsən. Yazığın ürəyi çıxdı, elə tullandı qucağına ki. O yayın qalxdı ya, yayın qalxanda falan eləyəndə sevinir bunlar. Bir saata sizcə nə qədər pul qazanırlar? Ən aşağısı, bir dənə şərhlərdə qeyd eləməyi yaddan çıxarmayın. Jeton atırlar buna. Qayıdıb deyir ki, takib atın. Barmaqla göstərir ki, follow. Yəni deyir ki, takib atın jeton atan şəxsə. Bir izləyək görək. Bax, Alvir Asif nədir? Axı hər nə. 5906 takipçisi var. Bir izləyə bir yayından ona takip gələcəkmi? Çünki ən çox hədiyyəni bu şəxs atıb. Özü də sabitlənib. İzləyək bir. 5906 5918 Getdi sabitdə. İzləyə bilmədim, nəysə. Lambedə 575-də ilişib qalıb. Bu qədər hədiyyə atıb qaqaş. Bəlkə özünü göstərdi. 575-də ilişib qalıb takibi. Yayında da 14.300 adam var. Neyse. Leoban.
2955 idi. 2993. 2947 düşdü. 3087. Məzələnmə. 3118. 3140 dostlar. Bu 3067 gah düşdü, gah qalxdı. Yəni jetona tamam buna sərf eləmir. Bu jetona tanın ağlı yoxdur. Biz paxıllıq falan eləmirəm. Ümumiyyətlə yəni bunu jetonu niyə görə atırlar? 35 ve 8535'te 34. Hətta ilişdi düşdü aşağı. Niyə takip gəlmir? 8534. Bunun 8534 takipçisi var. Bəlkə də hələ 8000 takibi hələ bu yayından qazandı bu. 8534 deyə qalxmır. Nə qədər baxım mən buna? Barmağım ağrıdı gir çıx eləməkdən səhifəsinə. Bir dənə qalxdı. Nəysə. Bir dənə düşdü yenə. Oy qaqa siz nə edirsiniz? Oy ya. Yayın qalxdı 15 minə. Yayınlar keşfətə necə düşür? Necə olur? Necə bu qədər izlənirlər? Yayında bir maraq yoxdur, axı nəsə maraqlı eləmirlər. Nə bilim. Yəni ki nəsə maraqlı sözlər deyildi, dilini başa düşənlər var. 591 idi. Aha, Lamben takipçisi qalxdı dostlar, 595 oldu. 575-dən 591-ə qalxdı. Məncə bu qədər əziyyətə dəyməz. Bu qədər pul atırsan, hayf o pullardan, yəni özünə xərcləyə bilərsən. Bir jetonlara baxın, gəlir bir dənə, çatdırmır TikTok. 1496 deyir fanda, 1496-dır, ilişib alıb. Niyə gəlmir takip? Nəysə. Çaşıb başqasının səhifəsinə girdik. Yayının ən birincisini gördük də orada. Baxaq yayına bir dənə. Şu dəstək var abi yayında. Birinci yerdə zamzamdır nədir? Bəlkə də bu tərəflərdən diyor zamzamdır nədir o. Dəstək gedib olur. İndi hal-hazırda yayında deyil. Yəni hədiyyəni atıb qaçıb, takibini qaldırıb. Qardaş siz yorulmursunuz qardaş. Niyə inirsiniz ola? Nəzəmizə oturun yayın aparın. Nə yəni? Niyə belə dilənirsiniz? Bu arada yeni qayda çıxva dilənsələr tədbir görüləcək. Təcili bunları tədbir görülməlidir. 6105, 6118 qaqa takip dayanmır. Yaxşı deyə takip aldım amma takipdən çıxmasalar. Gərək sabitlənəsən, sabitlənməsən bu yayını aparan adam deməsə ki takibatını eləməz izləyicilər məncə. Səhifəsinə göz ataq bir dənə. Bu qışqırır ancaq elə səhifəsinə göz ataq bir baxaq səhifəsinin nəməli şeydir. Nəməli şeydir özü də, nə cürdür? 821 min takibi var bu adamın. 821 min. Yəni çox möhtəşəm izlənir. Haqqında yazıb ki, bismillah, target 1 milyon. Yəni bismillah hədəfimiz 1 milyon. Olacaq bu gedişin lap 10 milyon dolar. Hər adamın yayınında o qədər adam olur. Oha, qaqa sənə şirə kimi gəlib. Qaqa sən varlı olmalısan. Sən nə bilim. Bəlkə də qaqa çörəyini də elə TikTokdan qazandı, inanın mənə yəni. Ancaq yayınlardan kəsitlər paylaşıb. Bir videomuzun da sonuna gəldik. Ümid eləyirəm video xoşunuza gəldi. Video xoşunuza gəldisə videomuza like atıb kanalımıza abunə olun. Həmişə tez danışmağa başlayanda tutulub alıram birdən. Nəsə like atıb kanalımıza abunə olmayı, çıxar mən gələm görüşmək diləğilə. Sağ olun, sevilirsiniz.